Lənkəran mətbəxi zənginliyi, çoxçeşidliyi, ləzizliyi ilə digər mətbəxlərdən fərqlənir. Bu dadlı yeməklərin bir qismi isə balıqdan hazırlanır. Növbəti sujetdə zəngin və dadlı Lənkəran mətbəxindən bəhs olunur. İzləyək. Lənkəranın sayılıb seçilən, ustad aşpazlarından olan Qubad Həbibovun qonağıyıq. 50 ildən çoxdur bişirdiyi ləziz yeməkləri ilə təkcə bölgədə deyil, ölkəmizdə tanınır. Qubad dayı deyir ki, təkcə balıqdan 10 növ xörək bişirilir. Dadlı, faydalı yeməklərdən olan ləvəngi balığı əsasən kütümlə hazırlanır. Bir əsas məsələ də var. Balığın pulcuğu mütləq üstündə olmalıdır. Pul özü balığın qoruyucu bir hissəsidir. Dovkada o yere pulla bişirirlər. Onu bişirmək üçün alça turşusundan, hazırlanmış ləvəngindən, duzdan və istiot əlavə olunur. Həmçinin balığın kürüsü olan vaxtı kürünü istifadə eləmək olar. Qoz, soğan, duz, istiot, göyəm turşusu qatılmış ləvəngi ilə doldurulduqdan sonra balığın üstünə mövsümə görə təzə turşməzə alça düzülür. Falqa qoyulmuş, kərə yağı ilə yağlanmış tavaya balıqlar düzülür və sobaya qoyulur. Falqanı balığın üstünə bağlamaq o məqsədlə qoyulur ki, həm yanmasın, həm də balığın tərkibini, daxilini yaxşı bişirmək üçün şərait yaradır. İndi də keçək balıq sirdağının hazırlanmasına. Qubad dayı deyir ki, balıq sirdağını kütüm, sazan, xəşam, ağ balıqdan hazırlamaq olar. O, bu dəfə kütüm balığından bişirir. Pulcuğu və qarnı təmizlənmiş balıq əvvəlcə xırda tikələrə bölünür, duz, istiot vurulur. Balığı tavada qızarda tava tam əməlli başlı qızsa daha nəticəsi yaxşı olar. Əvvəlcədən qızdırılmış tavaya kərə yağı tökülərək balığın hər iki tərəfi qızardılır. Eyni qayda ilə kərə yağı tökülmüş tavada pomidor qızardılır. Cəfəri ilə sərimsağı haman tavada qızardılır və balığın üstünə əlavə olunur. Dada görə 7-8 ədəd turşməzə alça, suda açılmış pomidor tomatı əlavə edilərək xörək dəmə qoyulur. Alça olmasa limonu da sıxıb əlavə eləmək olar. İndi də dadına baxmağın vaxtıdır. Balıq ləvəngimiz və əsl belə öz dadı, ətri, ləzzəti üstündə olan balıq sirdağımız hazırdır. Həm də uzun illərin aşpazı, peşəkarı olan Qubad dayının təqdimatında. Əgər siz də bu təamlardan dadmaq istəyirsinizsə, yolunuzu Lənkərandan salın və özünüz də pişirmək istəyirsinizsə, elə bizim bu reportajımız sizin köməyinizə çata bilər. Pərvanə Nəhmət qızı, Eldəniz Qurbanov, Lənkəran.